Salam, gününüz uğurlu olsun. Monitoring TV-də xəbərlər informasiya proqramını izləyirsiniz. Studiyada mən Aynur Kərimli günün ən mühüm xəbərlərini sizin nəzərinizə çatdıracağım. İlk olaraq anonslara nəzər salırıq. Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-sında Belarusun baş naziri Aleksandr Turçini qəbul edib. İşğaldan azad olunan torpaqlarımıza böyük qayıdış davam edir. Ermənistanda baş nazir Nikol Paşinyanın impiçmenti tələb olunur. Hindistan və Pakistan arasında gərginlik davam edir. İndi isə təfərrüatı ilə. Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-sında Belarusun baş naziri Aleksandr Turçini qəbul edib. Görüş zamanı Azərbaycan və Belarus arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub. Dövlət başçısı Azərbaycanla Belarus arasında əlaqələrin möhkəm dostluğa və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Aleksandr Turçinin baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsinin məhz ölkələr arasında olan sıx tərəfdaşlıq münasibətlərinin mahiyyətindən xəbər verdiyini deyib. Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında mövcud siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət edib. Prezident forumun 2026-cı ildə keçiriləcəyini deyib. Görüşdə həmçinin Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda Gəncə Avtomobil Zavodunda Belarus avtomobil texnikasının istehsalı və bu texnika üçün Azərbaycanın müxtəlif bölgələrində servis mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Ölkəmizdə səfərdə olan Belarus Respublikasının baş naziri Aleksandr Turçin mayın 6-sında Fəxri Xiyabana gələrək xalqın ümumilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub. Məzarı üzərinə güllər düzülüb. Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının baş naziri Aleksandr Turçin mayın 6-sında Bakıdakı Zəfər Parkını ziyarət edib. Belarusun baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan Zəfər Parkı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub. Belarus baş naziri Aleksandr Turçin Azərbaycana səfəri çərçivəsində Füzuli şəhərinə gedib. Turçin Füzuli beynəlxalq aeroportunda qarşılanıb. Qonağa Füzuli beynəlxalq hava limanı haqqında məlumat verilib. Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə təxminən 9 aya tikilib. Füzuli beynəlxalq hava limanı bugün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli beynəlxalq aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat logistika mərkəzinə çevrilməkdədir. İşğaldan azad olunan torpaqlarımıza böyük qayıdış davam edir. 2026-cı ilin sonunadək böyük qayıdış proqramının birinci mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə bugünədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə, yəni 811 nəfər köç edib. Ümumilikdə Xocalıda 1152 nəfər məskunlaşıb. Təkcə Xocalıda deyil, Ağdərəyə də köç davam edir. Ağdərə rayonunun Həsənrız kəndinə 70 ailə, 238 nəfər, Suqovuşan kəndinə 180 ailə, 592 nəfər, Talış kəndinə isə 91 nəfərdən ibarət 20 ailə köçürülüb. Ümumilikdə
hazırda Ağdərənin kəndində və ya kəndlərində 921 nəfər məskunlaşıb. Bu proses isə mərhələli şəkildə davam edir. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi isə əsas istiqamətlərdən biri olaraq qalır. Qeyd edək ki, hazırda Böyük Qayıdış layihəsi uğurla həyata keçirilir. Böyük Qayıdış proqramının ikinci mərhələsi isə 3 fazadan ibarət olmaqla 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq. Bir neçə gün əvvəl Rusiyanın Həştərxan şəhərinə gedərkən Moskvada saxlanılıb geri qaytarılan deputat Azər Badamov ətrafında müzakirələr davam edir. Milli Məclisin deputatının Rusiyaya buraxılmaması qeyri-dost addımdır və rəsmi Moskva məsələ ilə bağlı izahat verməlidir. Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev həmkarı Azər Badamovun Moskva hava limanında saxlanılıb Rusiyaya girişinə qadağa qoyulmasından danışarkən deyib. O vurğulayıb ki, Rusiya tərəfindən deputata qarşı bu addımın səbəbinə aydınlıq gətirilməlidir. Hadisə Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri zamanı baş verib. Maraqlıdır ki, bu səfər Həştərxan vilayətinin rəhbərliyinin dəvəti əsasında reallaşdırılırdı. Səfərin məqsədi ümummilli lider Heydər Əliyevin anadan olması ilə bağlı keçiriləcək tədbirdə iştirak edib. Azər Badamov nümayəndə heyəti ilə bir yerdə Bakıdan Moskvaya uçmasına baxmayaraq Rusiyada ilkin xəbərdarlıq edilmədən, məlumat verilmədən hava limanında saxlanılıb. Onun Rusiyaya girişinə icazə verilmədiyi bildirilib. Məsələ ilə bağlı Rusiyadakı səfirliyimiz də məşğul olur. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyindən hələ də izahat verilməyib. Sadəcə məsələnin araşdırılacağı bildirilib. Hesab edirəm ki, deputatın yaşadığı problemin səbəbi aydınlaşdırılmalıdır, deyə Tural Gəncəliyev qeyd edib. Xatırladaq ki, 2 gün əvvəl Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Azər Badamovun Azərbaycana geri qayıtdığı bildirilib. Və biz növbəti xəbərlə davam edirik. Rəsmi Tehran Azərbaycan səfirliyinə hücum edən şəxsin edamının gecikməsinə aydınlıq gətirib. İranda Azərbaycan səfirliyinə hücum acı bir hadisə idi. Bunu Bakıda səfərdə olan İranın Xarici İşlər Nazirinin müavini Səid Xatibzadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, hadisə ilə bağlı geniş istintaq və tədqiqatlar aparılıb. Bu, hər iki millət üçün acı hadisə idi. İki dövlət və iki xalq bir-biri ilə təmaslarını yaxınlaşdırdılar. Gərək məhkəmə başa çata və verilən hökm əsasında icra həyata keçirilir. Əminəm ki, nəticədə ədalət yerini tapacaq deyə İran rəsmisi bildirib. Ermənistanda baş nazir Nikol Paşinyanın impiçmenti tələb olunur. Biz yatmırıq. Vətəndaş hərəkatının təşəbbüskarı Edgar Kazaryan parlamentdə baş nazir Paşinyana etimadsızlığın ifadəsi olan impiçment prosesinin uğurlu olacağına əminliyini bildirib. Məndə belə təəssürat yaranır ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdılar. Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq, bütün rəqibləri məğlub etməklə. Heç kim öz xırda ambisiyalarını, maraqlarını rəhbər tutaraq xalqın iradə və istəyi qarşısında müqavimət göstərə bilməz. Xalqsa Nikol Paşinyanın istefasını istəyir deyə Edgar Kazaryan sosial şəbəkədəki səhifəsində yazıb. Daha əvvəl biz yatmırıq. Vətəndaş hərəkatının təşəbbüskarları Edgar Kazaryan və Narek Malyan Paşinyana etimadsızlıq təşəbbüsü ilə çıxış edərək parlamentin deputatlarına məktublar göndəriblər. Və biz növbəti xəbərlə davam edirik. Hindistan və Pakistan arasında gərginlik davam edir. Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd hesab edir ki, iki ölkə arasında gərginliyin artması riski var. Vəziyyət çox gərgindir. Hindistan və Pakistan arasında ciddi eskalasiya riski var deyə diplomat söyləyib. Onun fikrincə yaranan vəziyyətə görə Yeni Dehli məsuliyyət daşıyır. O həmçinin vurğulayıb ki, beynəlxalq təşkilatlar heç kimin maraqlarına uyğun gəlməyən münaqişədən qaçmaq üçün səy göstərməlidirlər. Xatırladaq ki, mayın 4-də Pakistan Hindistanla gərginliyin artması fonunda BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş etmişdi. İclasın tarixi hələlik məlum deyil.
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Rusiya ilə dövlətlərarası mübadilə çərçivəsində sərbəst buraxılan balerina Kseniya Karelina ilə görüşüb. Bu barədə prezidentin xüsusi köməkçisi Margot Martin X sosial şəbəkəsindəki hesabında yazıb. Trump Rusiya həbsxanasından azad edilən Amerikalı balerina Kseniya Karelina ilə görüşüb deyə o qeyd edib. Margot Martin Trump'ın Karelina ilə görüşünün video görüntülərini də yayıb. Və futbol haqqında xəbərlərimiz var. Bugün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək. İlk finalçının adına İtaliyada aydınlıq gələcək. Inter doğma meydanda Barselonanı sınağa çəkəcək. Görüş saat 23:00-da başlayacaq. Qeyd edək ki, İspaniyada keçirilən ilk görüş 3-3 hesabı ilə bitmişdi. Sonda isə sabaha hava haqqında gözlənilən proqnozu sizin nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, mayın 7-sində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Meteorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 6-sından 7-sinə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı, gündüz isə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz isə 23-28 dərəcə isti olacaq. Azərbaycanın regionlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək, havanın temperaturu isə gecə 15-18 dərəcə isti, gündüz isə 23-28 dərəcə isti olacaq. Beləcə bugünə sizə çatdıracaqlarım bunlar idi. Studiyada mən idim Aynur Kərimli. Xəbərlərdə xəbərdar olmaq hər zaman sizin hüququnuzdur. Diqqətinizə görə təşəkkür edirik.